Cənab Prezident, biz çox fəxr edirik ki, sizin həyat yoldaşınız, birinci xanım, təşkilat komitəsinə rəhbərlik edir. Bu, bizim üçün çox əhəmiyyətlidir. Təşəkkür edirəm. Onun Avroviziya mahnı müsabiqəsinə sədrliyi uğurlu olub. Avropa Yayın Birliyi, eləcə də bu cür tədbirlərin təşkilatçılarının fikirlərinə görə, müsabiqə çox uğurlu şəkildə təşkil edilib. Bu, son illərdə ən yaxşı müsabiqələrdən biri olub. Onun yaxşı təcrübəsi var. O da həmçinin Olimpiya ailəsinin üzvüdür. 10 ildən artıqdır ki, o, Azərbaycan Milli Gimnastika Federasiyasının prezidentidir. O, Milli Olimpiya Komitəsinin üzvüdür. Fəxr edirəm ki, ölkənin prezidenti olmamışdan 6 il əvvəl, 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentiyəm. Bu onu göstərir ki, mən prezident kimi öz vəzifəmdən istifadə edərək Olimpiya Komitəsinin rəhbəri olmamışam. Mən Olimpiya ailəsindən bu vəzifəyə gəlmişəm. Açığını desəm, çox şadam ki, mən hələ də bu vəzifədəyəm. Çünki bu, necə deyərlər, ümumiyyətlə bizim siyasətin istiqamətini göstərir və həmçinin hardasa idmançılarda əlavə inam yaradır. Onlar görürlər ki, ölkə prezidenti eyni zamanda Milli Olimpiya Komitəsinin rəhbəridir. Eyni zamanda mən Avropa Olimpiya Komitəsinin prezidenti ilə şəxsi dostluq münasibətlərimizi yüksək qiymətləndirirəm. Biz bir-birimizi 10 ildən artıqdır ki, tanıyırıq. Mən həmçinin Koordinasiya Komitəsinin bu cür geniş tərkibdə təşkilindən məmnunluq duyuram. Bu, bizim tərəfdaşlığımızın yaxşı göstəricisidir və praktik nöqteyi nəzərdən düşünürəm ki, bu, əhəmiyyətli beynəlxalq tədbirin təşkilində önəmli rol oynayacaq. Bir daha xoş gəlmişsiniz.